Problem bura heç vaxt olmaz. Demək, Vüsal bəy bir də onu məlumat verim. Bəli. Birinci küçə, Ora. bəli, birinci küçə məşhur ATV-nin binaları deyirlər. ATV-nin küçəsi. Yəni burada yaşayanlar tanıyır. Ümumiyyətlə Bakıda Bu çox ərazi. adam tanıyır. Şəhərdə çox adam məşhur ATV-nin küçəsi deyirlər. Bəli. Bax bu ərazidə bura demək olar ki, yeni Biləcəri gedir də. Ana yolun bir tərəfi köhnə Biləcəridir, bir tərəfi bizim Rusaskadır. Birinci küçə məşhur ATV-nin küçəsidir. Yaxşı belə səliqəli səhmanlı. Bu da ikinci küçə bizimkidir. Gözlüsünüz, rahat geniş küçə. Səliqəli səhmanlı. Bəli. Yəni mən şey olmasın, bu torpağı alan ərəfədə 2016-da bir 30-a yaxın torpağa baxıb seçib almışam. 10 ilə yaxın da məndədir. Tikmək niyyətində idim ki, şəhərdə yaşayıram, fikirləşdim yaş artandan sonra özüm rayonda böyümüşəm. Meyil elədim ki, bu torpağı o niyyətlə almışdım ki, biraz yaşdaşanda buranı Allah qoysa tikeyim, yaşdaşan vaxt. Elə oldu ki, qismətdən Masazırda bir həyət evi düşdü, yaxın bir dostumun qonşuluğunda. Elə oldu ki, dedi ki, gəl mənim yaxınlığıma, oradan aldım. İndi də bu torpağını satmağıma məqsəd, üzr istəyirəm, bir xeyir işlə bağlı, balamın xeyir işlə bağlı. Ən əsas. Ki, deyirəm, satım, biraz maddi çətinlik var, o xeyir işlə bağlı deyirəm ki, o yüzden satıram. Belə, kim alsa valda pis çıxmasın, indiki zamanda şəhərə yaxın, belə şəxsi tikili üçün, ərazi, gözəl məhəllə, bütün kommunallər belə torpaq tapmaq şəhərə yaxın çətin məsələdir. Elədir. Şimdi satan kimi demirəm, amma bir alıcı gözündən deyirəm ki, məsləhətdir. Kim alsa Allah xeyrini versin. Deməli, qismət oldu, Masazırdan aldım. Düz ora şəhərə uzaqdır. Ancaq dostlar, qardaşlar orada qonşuluqda var. Qocalığı dedik bir yerdə olaq. O yüzden buranın tikəsi olmadı.